vaxtınız xeyirli olsun. Marketing Talks yenidən davam edir və nə az nə çoxdur 81-ci buraxılış. Hər dəfə deyirəm ki, saymayacağam, amma bunu saymamaq mümkün deyil. Yəni 80 buraxılışlıq bir arxivimiz var. Bununla qürur duyuram deyə ona görə hər dəfə də 81, 82 belə sadalayacağam. Necəsiz müəllim? Sabahınız xeyir. Hər vaxtınız xeyir. Yaxşı. Biz sabah görüşürük, amma bizi izləyənlər axşam da izləyə bilər. Ona görə çalışıram ona yaranmasın. Hər vaxtınız xeyir. Eyniliyinə. Necəsiz? Yaxşı olasınız. Necə gedir işləriniz müəllim? Şükür. Bir yerdəyik. Məlumatlı deyil amma. Məlumatlı deyilsiniz də bir yerdəyik. Masalarımız yan-yanada, heç xəbərim yoxdur ki, nə edirsiniz. Amma mən bilirəm ki, maraqlı yenilikləriniz var. Sadəcə deyir, paylaşa bilmirik də. Çox Hələ paylaşa bilmirik. Hələ ki, paylaşa bilmirik. İnşallah yaxınlarda paylaşacağıq. İnşallah. Amma bilirəm ki, təlim sahəsində də maraqlı yeniliklər eləyirik. Bununla da bağlı istəyirəm məlumat verəm. Ona görə də bizim trening səhifəmizi mütləq izləsinlər. Yəni fürsətlər var ki, eyni şəkildə öz sahələrində peşəkarlaşsınlar və onlar da günün birində Marketing Talks-un qonağı olsunlar. İnşallah. Hər dəfə elə baxıram, məzunların uğurlarına sevinirik. Dünən də məzunlarımızdan biri yeni vəzifəyə təyin olunub, banklardan birində. Bəli. Bu nəticələr təbii ki, sevindirir. Belə əlimizdən gələn eləyirik ki, ən azından bir az da olsa payımız olsun gənclərin, gənc mütəxəssislərin inkişafında. Eyniliyinə. Bugün çox bir maraqlı mövzuya toxunacaq əslində. Qonağımız kifayət qədər bu sahənin peşəkarlarındandır və kifayət qədər də ümumiyyətlə sahənin adı çəkiləndə, adı çəkilən şəxslərdən biri də marketing mütəxəssisi olaraq. Biz onunla dünən söhbət edəndə ki, nədən danışaq? Mənim ağlıma ancaq bu sahə gəlir. Çünki mən siz nə vaxt baxıram, bu sahədə olmusunuz. Deyir, hə, elə o mənim öz sahəmdir. Biz bugün avtomobil sahəsindəki marketinqdən danışacağıq. Kifayət qədər maraqlı bir mövzudur. Çünki avtomobil almaq sadəcə özünə hansısa bir maşın almaq deyil, bir status almaqdır, bir özün üçün rahatlıq, komfortluq almaqdır, bəzən lüks almaqdır. Ona görə bu sahə çox maraqlıdır. Burada insanların davranışı çox maraqlıdır, alıcıların, müştərilərin, hətta almayan insanların belə bu avtomobil arzulama davranışı belə fərqlidir. Ona görə bugün biraz bu mövzudan bəhs edəcəyik. Danışaq. Məncə qonaq da kifayət qədər öz sahəsində, həm də ümumiyyətlə marketinqdə peşəkar biridir və dinləyicilər üçün, izləyicilər üçün verəcəyi fikirlər, paylaşacağı məlumatlar məncə hər kəsə maraqlı olacaq. Eyniliyinlə. Xoş gördük Marat bəy. Necəsiz? Xoş gördük Şəbnəm xanım. Yaxşıyam, çox sağ olun. Salam müəllim, xoş gördük. Belə deyim də, bilirəm, tez-tez səfərlərdə olursunuz. Nə zaman Facebookda baxıram, heç vaxt Bakıda tapılmırsınız. Amma axırkisi Bakıda tapdı. İnşallah, və bəli. çox Mən də özüm tapdım Bakıda. Həqiqətən. İlk dəfə idi ki, mən çəkilişləri təyin edəndə qonaqdan soruşuram, müəllimdən soruşuram, Vüsaldan soruşuram, studiyadan soruşuram. Mənim təsəvvürümdə mən öz vaxtımı artıq silmişəm də, kim hansı vaxtda istəyirsə. Sizdən soruşdum, dediniz ki, hə, elə həmin gün Bakıdayam. Müəllimə soruşdum, dedi görüşüm yoxdur. Vüsal dedi heç bir çəkilişim yoxdur. Studiyadan soruşdum, dedi gəlin. Dedim, belə bir şey mümkün deyil. 80 buraxılışdı ilk dəfədir ki, bu qədər rahat bir şəkildə təyin edildi. Bu sizin şansınıza deyim də. İnşallah. Necəsiz? Sağ ol. Necə gedişləriniz? Şükür, hər şey qaydasındadır. Çox Əla. Mən sizinlə podkasta başlamadan əvvəl icazənizlə bugünkü buraxılışımızın ərsəyə gəlməsində olan sponsorumuzun adını çəkim. Çünki onların sayəsində biz yayımlamağa davam eləyirik, fayda verməyə davam eləyirik. Bəli, buradan Oba Marketlər şəbəkəsinə təşəkkür eləyirik. Onların dəstəyi ilə artıq 81-ci buraxılışımız ərsəyə gəlir. Keçən dəfəki söz yadımdadır. Birazdan çay gətirəcəm. Mümkün deyil onu da. Və yalnız Oba Marketlər şəbəkəsində satılan Aləmşah çayı. Bunu tərifləmirəm hələ. Bunu birazdandan Əli müəllimə və qonağımıza Süzəndə çayı onlar tərifləyəcəklər. Və sizə eyni zamanda yalnız yenə də Obada satılan hər gün suları haqqında məlumat vermək istəyirəm ki, adı üstündə hər gün su qəbul etmək lazımdır. Doğrudan da bu bizim sağlamlığımız üçün çox faydalıdır. Çəkilişə gəlmədən əvvəl Vüsal dedi ki, niyə hamıya bir dənə özünə 2 dənə? Çünki Vüsal bunu da sənin payındır. Buyur. Sən də iç, bizi izlə, faydalan. 81 buraxılışda Vüsal bizi izləyir. Yəni deyə bilərəm ki, bir çox marketinq mütəxəssisindən daha çox bilgiyə sahibdir. Bəli, eyni zamanda biz Qarmediada artıq çəkilişlərimizi eləyirik. Əgər sizin də podkast çəkilişinə və yaxud da hansısa bir şəkildə studiyada çəkilişə, montaja ehtiyacınız varsa, Qarmediaya müraciət edə bilərsiniz. Onların da nömrələrini yerləşdirəcəm, əlaqə nömrələrini. Ona görə də rahat şəkildə əlaqə saxlaya bilərsiniz. Və ən nəhayətində Digibum agentliyinə də çox sağ ol deyirəm, Sənanə xan və komandasına. Əgər SMM-lə bağlı hər hansısa bir dəstəyə ehtiyacınız varsa, onların komandası sizə bu məsələdə dəstək olacaq. Çox təşəkkür edirəm hər birinə ayrı-ayrılıqda dəstəyə görə və Marat bəy. Verilişimizə başlamadan əvvəl sizi tanıyaq. Marat Namazov,
37 yaşım var. Asmatos Qrup şirkətində marketinq direktoru vəzifəsində çalışıram. Azərbaycan televiziyasında avtomobil verilişinin həm müəllifi, həm aparıcısıyam və ifaçılıqla məşğul oluram. Hə, o ifaçılığa axırda toxunacaq. İnşallah. Axırda toxunacaq, çox maraqlıdır. Çünki marketinqdə olan insanlar hər zaman fikir vermişəm, yaradıcılığa çox önəm verirlər və belə başa düşürəm ki, yəni ortaq cəhətin ən birincisində başda yaradıcılıq dayanır. Əslində düşünürəm marketoloqlar iki yerə bölünür. Daha çox riyazi savada üstünlük verənlər və yaradıcılığa üstünlük verənlər. Bunları görmüşəm. Hə, birləşdiyi nöqtələr də var, amma Məsələn, məni necə qiymətləndirərdiniz? Yaradıcılıq yoxsa riyaziyyata üstünlük verən? riyaziyyat. Hə, amma mən həm də rəsmi bacarıram. Amma biz o tərəfi Amma görmürük. biz də görürük. Eyni şey deyəcəm ki, 80 buraxıcı və hələ görməmişəm. Yaxşı rəsm çəkir. Əla. Gələn dəfə mən portret çəkirsinizsə belə bizə qoyaq burada qonağımızın portretini çəkəsiniz. Hələ çayımı verin, sonra baxarıq. Bəli, biz avtomobil sahəsi ilə bağlı dedik danışacağıq. Giriş üçün də əslində məlumat verdim ki, bu bir sadəcə məhsul almaq deyil, bu eyni zamanda özlərinə insanların status alması kimi bir şeydir. Və nəzərə alsaq ki, avtomobil sahəsində alış hər gün baş vermir. Bu bir neçə ildən sonra baş verir. İndi ortalama 3-5 il deyə dəyişir. Tam olaraq dəqiq il deyə bilməyəcəm, amma burada müştərinin layihəliyini saxlamaq, burada müştərinin diqqətini özündə saxlamaq, müştərini razı saxlamaq çox önəmlidir. Bəli. Çünki tövsiyə də var burada ortada və yenidən avtomobil dəyişəndə və yaxud da ailə üzvlərini alanda həmin o şəxsin yenə də ortaya tövsiyəsi gəlir. Birinci sualımı bu yöndə ümumiyyətlə vermək istərdim ki, niyə avtomobil sahəsi bu qədərmi sahənin içərisində niyə məhz avtomobil? Əslində mən xidmət sahəsindən başlamışam öz fəaliyyətimə. İstər operatorlar olsun, yəni bildiyimiz operatorlar, mobil operatorlar, sonra internet provider oldu və sonra mən başı bəlalı FMCG sektoruna gəldim. Aha. Və o FMCG sektorunda mən ya ümumiyyətlə marketinqi buraxmalıydım, ya da yenidən məni həyəcanlandıran bir sahədə marketinqə davam etməliydim. Çünki artıq elə bir dönəmdə FMCG sektorundan çıxdım ki, burada artıq əjdahalar oyuna başladı və qaydalar dəyişdi. Mən isə bu qaydaları qəbul etmək istəmirdim. Ona görə də düşündüm ki, hal-hazırda ən saf, ən təmiz və belə deyim, istehsal müddəti uzun olan bir sahə avtomobil sahəsidir və uşaqlığımdan da bu sahəni sevirdim. Dedim, niyə də yox? Və o zamanlarda hələ bu sahə o qədər də inkişaf etməmişdi. Yəni söhbət 10 il bundan öncədən gedir. 2016-cı ildə biz belə deyim, dayım oğlundan, xalam oğlundan öyrənirdim ki, nə maşın alım, kimdən ehtiyac səsi alım və burada bir böyük bir boşluğu gördüm və düşündüm ki, artıq bu sahələrdə yaratdığım işləri davam edə bilərəm avtomobil sahəsində. Və heç də peşman deyiləm və bu sahədən də uzaqlaşma fikrim yoxdur. Alıcıların psixologiyası dəyişir də hər bir sahədən, FMCG-də ayrıdır, xidmət sahəsində ayrıdır, avtomobildə ayrıdır. Maraqlıdır, avtomobil alan müştərinin psixologiyası necədir? Bu belə deyərdim ki, 5 ildən bir dəyişir. Hətta bəzən ilbəil dəyişir. Baxın, hal-hazırda Çin avtomobilləri bazarında bizim, yəni Çin avtomobilləri markalarında bizim bazar tamamilə dəyişdi. Əgər 5 il bundan öncə biz sürücülərdən soruşsaydıq ki, siz 150.000 manat verib Çin avtomobili alarsınızmı? 100 sürücüdən ən azı 90'ı deyirdi ki, yox. Mən bunu almaram. Amma bu günləri Çin artıq bu bazarı dəyişib. 2 il bundan öncə mən statusu yazanda ki, Çin avtomobil bazarını götürəcək, yuxarıdan aşağı baxırdı. Böyük əksəriyyət ki, yox, o heç vaxt filan marka ola bilməz, filan marka ola bilməz. Amma həmən insanlar məhz elə o filan markaları satdılar və Çin avtomobilləri aldılar. Yəni, dəyişir, tez-tez dəyişir. Əsas məsələ o bazardan pay götürməkdir. Biz Azərbaycan bazarı olaraq avtomobil bazarı çox kiçikdir. Cəmi 1,5 milyon qarajımızda avtomobil var və sürücülər də azdır. Biz tıxacılarla qiymətləndiririk əslində Azərbaycanda avtomobilin çox olduğunu, amma bu çox yanlış bir ölçü meyarıdır. Çünki Bakı megapolisdə deyil, sürücülərimiz də belə deyim azdır. Amma bu bazardan hər zaman pay qopartmaq mümkündür. Sadəcə olaraq qlobal bizim bazarı rahatlıqla idarə edə bilir. Qlobalda baş verənlər Azərbaycan avtomobil bazarını rahatlıqla idarə edə bilir. Ona görə də hər zaman təsir gücü bizdə də olmur.
Amma ehtiyat hissələri bazarına gəlsək, Aha. ehtiyat hissələri bazarında demək olar ki, tamına nəzarət yerli şirkətlərin əlindədir. İstər ölkəyə daxil olan ehtiyat hissələri, yəni qərarları belə deyək ki, biz veririk. Sürücü nə almalıdır? Bu fərqi yoxdur. Satış tərəfi olsun, yoxsa marketinq tərəfi olsun. Yəni bunu artıq Azərbaycandakı dilərlər, distributorlar təyin edirlər. Amma avtomobil bazarımızı o qədər də idarə edə bilmirik, deyə bilərəm. Maraqlıdır. Nəyə görə bu asıllıq qalır? Yəni niyə qlobal şirkətlər bunu bu qədər rahat idarə edə bilir? Birincisi çox güclüdülər. İkincisi dalğa olaraq dünya üzərindən gəlir və biz o dalğanı udmağa ən yaxın ölkələrdən biriyik. Çünki daxili istehsalımız yoxdur. Bəli. Qiymət tənzimləmə mexanizmimiz yoxdur və deyərdim ki, bir çox ölkədən gömrük sistemimiz çox rahatdır. Yəni bizim ölkədə hər hansısa bir belə deyim, götürsək ən yaxın qonşumuz İranı, Bəli. onlara təsir etməyəcək. Çünki ölkə qanunları var və gömrük qanunları daxili istehsaldan fərqli olan, yəni xarici istehsaldan gələn avtomobillərin gömrük rüsumları çox yüksəkdir. Daha yüksəkdir. Yəni siz burada gördüyünüz Çin avtomobillərini orada görə bilməzsiniz. Yəni bizdə bu qaydalar kifayət qədər yüngülləşdirilib və görürsünüz, hər kəs özünə Avtomobil xarici gətirə ölkədən avtomobil gətirə bilər. Və yəni bu hər ölkədə belə deyil. Ona görə də bizdə qlobalın təsiri daha rahatdır. Yəni sürücü üçün əlçatandır istənilən avtomobil markasını Azərbaycana gətirmək. Ona görə də biz o qədər də təsir etmək gücündə deyilik buna. Aha. Mən bilirəm ki, Əli müəllimin də avtomobil sahəsində təcrübəsi olub. O da bir müddət avtomobil sahəsində çalışıb. Ona görə bu sualı hər ikinizə yönləndirəcəm müştəri tərəfindən ki, insanlar markaya niyə sadiq qalırlar? Avtomobil sahəsinə söhbət gedir, yəni başqa sahələri demirəm. Bu avtomobil sahəsində markaya niyə sadiq qalırlar sizcə? Əgər avtomobil markasından söhbət gedirsə, burada sadiqlik yenə bir daha qeyd eləyirəm, qlobal bazarın bizim sürücümüzə olan təsirindəndir. Sadiqliyi biz bu vaxta qədər düşünürdük ki, həqiqətən də sürücülər markalara sadiqdirlər. Amma son 3 ildə baş verən hadisələrdən mən anladım ki, bu sadiqliyi həqiqətən də bizim sürücülərdə paramparça etmək mümkündür. Çünki yəni elə markalar var idi ki, Azərbaycan bazarında düşünürdün ki, bu insan sona qədər bu markanı idarə edəcək. Amma Çin gəldi, bunu darmadağın etdi. Bundan öncə Koreya markaları gəldi və darmadağın etdi. Sürücü hər zaman sevdiyi və aşiq olduğu markanı ala bilmir. Burada qiymət məsələsi var, ehtiyat hissəsi məsələsi var. Məsələn, mən də hal-hazırda avtomobil sektorunda olsam da heç də vurğun olduğum avtomobili sürmürəm. Yəni burada bir pillə var. O pilləyə gəlib çıxandan sonra sənin üçün artıq onun ehtiyat hissəsi maraqlı olmur, onun yanacaq xərcləri maraqlı olmur, onun qulluq məsələsi maraqlı olmur. Sənin müəyyən bir məbləğ var, müəyyən bir həyat şəraitini artıq qurmusan, ondan sonra mən bu markaya layalam deyə bilərsən. Amma sənin layallığın bir neçə meyardan asılıdır. Cibinin pulundan, həyat şəraitindən asılıdır. Mən bu markaya layalam, ona görə ki, bu markaya gücüm çatır. Amma bu markanı sevirəm deyə bir şey yoxdur. Aydın. Amma məsələn, FMCC-də bu belə deyil axı. Və yaxud da ehtiyat hissələrində bu belə deyil. Fərqlidir. Müəllim, siz nə düşünürsünüz bundan bağlı? Belə sadiqlik, yəni koqnitiv sadiqlik deyirik də, layallıq, bir də ki, emosional daha çox bağlı. Mən əsas iki tərəfdən baxsam məsələyə. Marat bəyin dediyi məsələdə istər-istəməz rasional bağlılıq müzakirə mövzusudur. Yəni, indi başqa bir sual çıxır, özümə də maraqlıdır. Belə bir araşdırma eləməmişəm, amma görəsən bizim cəmiyyət, fərzi eləyirəm ki, qiymət əsaslığı yüksək cəmiyyətdir. Amma bu fərziyyəni də yoxlayıb başa düşmək lazımdır. Qiymət əsaslığı yüksək cəmiyyət olanda da istər-istəməz rasional sadiqlik daha öndə durur. Yəni, emosional sadiqlik, mən məsələn, həmişə yuxularımda hansısa bir markaya sadiq qala bilərəm, amma reallığı başqa şeydir də. Yəni, mənim əgər imkanım yoxdursa buna və yaxud da ki, müqayisəli qərar verməliyəmsə, burada istər-istəməz koqnitiv sadiqlik önə keçir
və ikinci mən daxildən deyir ki, cibə görə hərəkət elə də. Yəni yuxuda gördüyün marka və yaxud da ki, indi görüb aşiq olduğun markanı gücün çatmırsa bunu əldə edə bilmirsən. Təxmin edirəm ki, bizdə daha çox sadiqlik elə rasional bağ tərəfdən baxılır və marka ilə bir də təcrübənin yaşanması da böyük rol oynayır. Yəni sən ola bilər ki, hansısa markaya emosional bir sadiqliyin yoxdur. Məsələn, ola bilər, misal üçün deyirəm, mən BMW-nu sevirəm, məsələn, bu brendi də. Hə, bu emosional bağlılığım var bu brendə. Amma gedirəm, məsələn, indi rasional qərar verirəm, düzdürmü? İmkana falana, müqayisəyə görə Ford alıram, məsələn, düzdürmü? Hə, Ford'u alıram, amma Ford'la yaşadığım təcrübə məndə artıq sadiqlik yaradır onunla bağlı. Fikrimi çatıra bildim. Bəlkə də BMW mənim bir zamandan sonra artıq o top of mind-da dayanmır. Aydındır. Maraqlıdır. Qısa balaca fasiləmiz olacaq. Mən ona kimi çay süzüm, sonra siz bizi yenə dinləyəcəksiniz. Olsun bu arada. Axır ki çay dəmlədi. Çox sağ ol. Axır ki çay dəmlədi. Müəllim, bax gördünüz, axır ki açdım o qutunu. Onu da mən xatırlatdım əvvəl səhər. Mən bilirəm axı siz çox çay içəndəsiniz ona görə. O elə bir ki, otaqda deyiləm. Danışır səninlə ki, gəl indi mən şey eləyim, qoy keçən verilişdə əlim falan. İndi güya mən eşitmirəm də. Mənim gözüm qabağında Ay müəllim, plan nə olar hazırlayırsınız. ki, niyə elə edirsiniz? Ayda bir dənə sponsor tapmış. Qoyun işləyək də. Bəli, nuş olsun. Bu arada qocanlar qəşəng iyi ətri gəldi. Özümə süzmədim, amma olsun. Eybi, mən əsas söhbət edirəm. Mən çayımı soyuyacaq, ona görə sonra içəcəm. Mən istəyirəm biraz da elektrik avtomobillərindən biraz bəhs eləyək. Çünki bu bir maraqlı bir trend halını alıb. Düzdür, bu iki statistika açıqlandı və mən çox təəccübləndim. Şansımıza biz 2023-cü ildə M3 proqramında, biz M3 proqramı sahibkarlar üçün, rəhbərlər üçün marketinq təlimi idi. Orada avtomobil sayəsini araşdırırdıq və bizdə baxdıq ki, doğrudan siz. Bəli, ona görə demək olar ki, burada işləmişəm kimi bir şeydir. Hətta o markanın marketinq mütəxəssislərinə daha çox bilgiyə sahib idik də, o dərəcədə Toyota-dan Bəli, Toyota-dan Case söhbət Toyota gedir. düşmüşdü, Şəbnəm. Və orada araşdırdığımız zaman biz baxdıq ki, kəskin şəkildə 2 qat artım var idi Çin avtomobillərinin gəlişində, hibrid avtomobillərin gəlişində. Hələ elektrik söhbət getmir. Bəli, biz araşdırdığımız zaman bizim əlimizdə datalar çox da təbii ki, biz bu masaüstü araşdırma idi. Biz öz şəxsi imkanlarımızla eləyirdik bunu və orada bizim əlimizdə 2023-ün statistikası yox idi. 2020, 2021 və 2019-un statistikaları var idi. Hətta 2018-də var idi. 2 qat artım gedirdi hibrid avtomobilləri, çömə avtomobilləri kəskin şəkildə. Son dönəmdə mən baxdım, izlədim. Bu inanılmaz dərəcədə aşağı düşüb. Yəni həmin avtomobillərin ölkəyə gəlişində 2 qat artım olar. Elə bir ki 14%-dən birbaşa 40%-ə qalxan avtomobillər, hətta 2 də yox, çox idi. 40%-ə qalxan hibrid və Çin avtomobilləri daha çox. Sonra kəskin şəkildə aşağı düşdü və bu bir maraqlı gəldi mənə ki, bu dəbmi getdi aradan, insanlar hibridə yoxsa Çin avtomobillərinə güvənimi azaldı. Məsələn, o dövrdə daha münasib qiymətə Çin hibrid avtomobillərini deyirsiniz. Bəli. O indi şeydən söhbət getmir. Yəni Toyota'nın hibridi və yaxud da ki Hyundai'nin hibridi. Onlar öz yerində dayandı və hətta deyərdim ki, daha çox benzindən də önə keçdilər və çox yaxşı da satış olurdu. Amma bu Çin avtomobilləri gəldiyi zaman qiymət çox ucuz idi. Yəni çox münasib idi. İndi də təbii ki, bəzi avtomobil modellərinə baxanda daha münasibdir. Bu tendensiya elə bir aradan getdi. Bilmirəm, ehtiyat hissələrinin azlığından mı idi həmin dövrdə tapılmırdı. İndisində də əhatəmdə olan kifayət qədər insanlar var ki, rəfiqələrim var ki, bu sayədə çox əziyyət çəkirlər. Çox məşhur, indi adlarını çox çəkmək istəmirəm. Çox məşhur Çin avtomobil markasıdır. Hətta ölkəyə ilk yox, amma sonradan gəlib daha çox populyarlıq qazanan bir avtomobil sahəsidir. Amma deyir ki, ehtiyat hissəmiz var, heç kim əziyyət çəkməyəcək, amma yenə də əziyyət çəkirlər. Bu tendensiya maraqlıdır ki, gələn azaldı, elektrikə çox maraq bizim ölkədə tutdu mu, tutmadı mı, onu təbii araşdırmamışam, bilmirəm. Bu trendlərlə bağlı nə məlumatlarınız var? Ən son nələrdir? Ümumiyyətlə, mənə görə elektromobilə keçən sürücü həyatında həyəcan axtarır. Elektromobilə. Söhbət elektrik avtomobillərinə gedir. Çünki bu həyəcan nədən ibarətdir? Yeni vərdişlər qazanmalısan. Yəni insan var ki, gecə yatmamışdan öncə telefonunu şarja qoymağı unudur.
Siz təsəvvür edin ki, siz avtomobilinizi gecə qoymalısınız şarja. Və burada hər iki müştəri tipi var. Həm rasional, həm emosional. Hətta biz araşdırmışdıq, rasional elektromobil seçən müştərilərin 50% rus dillilər idi. Çox qəribə bir məsələdir. Sonra onu da gedib bağlamışdıq rus kanallarına və orada elektromobillərin təbliğatına. Və ikinci bir məsələ də oradan çıxırdı ki, bizdə daha çox türk kanalları izlənilir, amma Türkiyədə belə deyim, yayğın olan markalar Azərbaycanda populyar deyil. Buradan da gəlib çıxırıq yenə də gömrük məsələlərinə. Yəni okeydə mən türk kanalına baxıram da, mən niyə aşağı segment avtomobil sürüm ki, mən daha yaxşı avtomobil sürə bilərəm. Və burada informasiya məsələsi var idi. Daha çox informasiyanı hansı dildən alırdınsa ki, bizim bazarda kifayət qədər avtomobil reklamları bazarı aşağıdır. Yəni siz hal-hazırda Azərbaycan televiziyasında demək olar ki, avtomobil marka reklamını görə bilməzsiniz. Sosial şəbəkələrdə görəcəksiniz, o da artıq çox bunu buradan deməliyəm, iyrənc bir hal alıb. Ya balaca salonlar qışqıraraq avtomobili reklam edirlər, ya ümumiyyətlə avtomobildən anlayışı olmayan aktyorlar, aktrisalar, hətta müğənnilər avtomobil reklam edirlər. Və ya bəzi böyük markalarda elə balaca salonlar kimi reklam edirlər. Tamamilə doğru. Biraz baxırlar ki, rəqəm deyək də, mənim də avtomobilim 20-30 min manatlıqdır, o da 20-30 min manatlıqdır. O qışqıraraq, bağıraraq reklam edirsə, mən də qışqırıb, bağıraraq reklam edə bilərəm. Əslində, qışqırma, bağırma məsələsində də qınamıram. Niyə? Bax, sizin o dediyiniz servisi hələ təkmilləşdirməyib ki, nədən danışsın? Ehtiyat hissələrini hələ təkmilləşdirməyib ki, nədən danışsın? Satıcısı hələ satdığı avtomobildən məlumatlı deyil ki, nədən danışsın? O, bizim bir gözəl sözümüz var, aşığın sözü bitəndə nanay-nanay eləyir. Bax, bu da həmin o nanay-nanay məsələsidir. Bəli, ortada ehtiyat hissəsi qıtlığı var, servis xidmət qıtlığı var və bundan əlavə tələbatlılıq artıq azalmağa doğru gedir. Yəni ikinci, üçüncü dalğa oldu, bazar doldu, bəli, bazar doldu, alan aldı, almayan almadı, bitdi artıq. Yəni bitdi dediyim də, yəni ehtiyac azaldı. Tələbat azaldı. Və indi qanunun dəyişməyindən sonra da, yəni bu gömrük qaydaları, elektromobillər və hibrid avtomobillər, qiymət fərqləri, qiymət fərqləri yaranandan sonra da təbii ki, yenidən layal olduğumuz markalara qayıdacağıq. Bu sözsüzdür. Yəni ikinci əl bazarına yenidən qayıdacaq. Çünki hər adam da o layal olduğumuz markaların yenisini almaq gücündə deyil. Çünki onlar bahalı markalardır. Yenidən bazar dəyişəcək. Yəni sadə bir qayda, qanun dəyişikliyi, sadə bir qlobaldan belə deyim də hər hansısa bir dalğa Azərbaycan avtomobil bazarını göz qırpımında dəyişə bilir. Yəni biz çox gördük də o Azərbaycanda, Naxçıvanda istehsal olunan avtomobillərin Azərbaycanda bir müddət dəb olmasını, Türkiyədə istehsal olunan avtomobillərin bir müddət dəb olmasını, Yapon avtomobillərinin bir müddət dəb olmasını, bu gün Çin bazarının başına gələnlər, yəni sürücülər, qınayanlar və alanlar bir 20 il bundan öncə Koreya avtomobillərində baş vermişdi. Yəni onlar Koreya markalarını yox, o nə demək, almam avtomobil almandır, mən onu almaram, amma illərlə Koreya markaları Azərbaycanda ilk top üçlükdə idilər, ikilikdə idilər. Yəni vururdun o məşhur elan saytlarını. Onlar qabaq datanı göstərdilər, indi göstərmirlər, ağıllanıblar. Vururdun və baxırdın ki, ən çox say məhz Koreya avtomobillərinə aiddir. Yəni bu illərlə davam etdi. Amma biz düşünürük ki, o bəli, Əli müəllimin dediyi kimi o emosional qərar idi. Amma marka girir bazara, qlobaldan, Azərbaycandan yox. Yəni mən bunu 100% əmin edirəm ki, Azərbaycanda heç kim oturub düşünmür ki, mən bu markanı gətirim, müştəri ilə ya rasional, ya emosional bağ qurum. Bu dünyanın 50 ölkəsində satılır, 51-də mənəm. Xeyr. Ölçülür, bizə uyğun olan ölkələr, istər gömrük qaydaları, istər sürücü davranışları, istər coğrafiyası ölçülür. Orada satılacaqsa, burada da satılacaq deyilir və gətirilir. Qlobalın marketinq strategiyası ilə də aşağı-yuxarı bizdə satılır. Hə, bax o onlar nəyə xitab edirlərsə biz də burada ona xitab edirik. Buradan buyurun. Şeyin nə demək istirdim bu
verdiyiniz sualla bağlı bir gün tələbələrlə bir araya gəldik. Demək, bu sual qalxdı orada. Əslində siz verdiyiniz sual qalxdı orada. Dedilər ki, niyə Çin maşını almır adamlar da və yaxud da ki, elektrik avtomobillər almayasan ki, belə bir sual verdi. Şəxsən biz alarıq falan. Və elə o siz dediyiniz qaydada idi ki, o dönəm yeni gələndə bazara, həmin o avtomobillər bazara girəndə kontur sual verəndə adama deyirəm ki, yaxşı, bəs niyə almadınız? Yəni, bu masanın ətrafında əyləşənlərin hər biri də ki, hansısa bir X markanı sahibidir, sürürlər, idarə edirlər. Bəs niyə almırsan? İndi də ala bilərsən də. Masa ətrafı bir fokus qrup kimi alındı. Hər birini öz variantını səsləndirdi əslində ki, tələbələr. Və ümumi variantı cəmləyəndə bir araya məlum oldu ki, bunlar kifayət qədər maariflənməyiblər həmin məsələ ilə bağlı. Nə infrastrukturla maarifləniblər, nə ehtiyat hissələrlə bağlı maarifləniblər, ümumiyyətlə elektrik avtomobilinin avantajları ilə bağlı. Bilirlər ki, qənaətdir. Bir bildiyi şey var ki, benzinə xərcim çıxmayacaq. Bildiniz nə demək istəyirəm? Bəli. Və dolayısıyla işin nüvəsində yatan məsələ odur ki, əgər mən bu qədər şeydən məlumatsızamsa, Marat bəyin demişkən, yəni həyəcan axtarmalıyam da, gedib risk eləyib onu götürməliyəm, sonra elə yolda öyrənməliyəm bunu nə deyil, pisi, yaxşısı və s. Mənim fikrimcə, Çin avtomobillərinin bazara sadəcə, bəlkə də bu məhsulun ömrü, yəni bu tip məhsulların ömrü bəlkə də daha çox uzadıla bilərdi. Mən düşünmürəm ki, elə tez aradan qalxacaq. Bəlkə də bazar doyumluğa yaxınlaşır. Ölçülməmiş şeydir, bilə bilmirəm. Amma təxmin edirəm ki, yenə də fərziyyəmdir. Əgər bazara maarifləndirmə şəklində daxil olsaydılar, məsələn, bu hamıya açıq məsələdir ki, istənilən bir texnoloji məhsul bazara daxil edilərkən daha çox digər mesajlarla bir yerdə ağırlıqla üstünlük verilir onun maarifləndirici kontentinə. Yəni, bizdə bu maarifləndirmə ilə girmədilər. Bizdə sevirlər qiymət rəqabəti ilə. Bildiniz nə? Yəni, sən məni niyə əldə eləməlisən? Çünki mən ucuzam. Alternativim yoxdur. Və bu alternativim yoxdur bir yerə qədərdir. İndi bax, alternativ təzədən bazar yaradır. İndi nə edəcəksən? Amma vaxtında maarifləndirsəydin öz alıcı auditoriyanı, indi daha rəqabət qabiliyyətli mesajlarla ortada ola bilərdin. Maraqlı məqam var. İnfrastruktur problemlərində təbii ki, da. İndi orada belə bir məsələ var idi ki, biz yenə də bu elektrik avtomobilinin qlobaldakı trendini araşdırdığımız zaman insanların daha çox bunu niyə alma həvəsini və yaxud da ümumiyyətlə niyə istəyi yarandığını maraqlanırdıq. Oradakı bizə 3 kateqoriyada gəlirdi. O kateqoriyalardan birinci yerdə dayanan ekoloji problemi aradan qaldırmaq kimi gedirdi. Bizim ölkədəki deyəcəm, tələsin. Bizim ölkəyə gəldiyimiz zaman ekoloji ümumiyyətlə yox idi. Yəni bizdə ekologiyanın fikirləşən yox idi, reallıq bu idi. Sonra biraz da araşdırma elədiyim zaman, yaxşı bu ekologiya necə təsir edir deyə bir sual çıxanda ortaya baxırsan ki, araşdırdığın zaman və bu yaxınlarda da bir xanımla, avtomobil sahəsində olan bir xanımla söhbət edirdim. O dedi ki, hansı ekologiyadan bəhs edə bilərik ki, həmin avtomobillər ümumiyyətlə yəni tullantı bir şəklində olduğu zaman heç vaxt məhv olmurlar təbiətdə və əksinə daha çox zərər vururlar. Yəni bu yöndə, amma qlobalda ekoloji problemə çözüm deyə ortaya çıxarılan və reklamı, marketinq aparılan şirkətlərdir. İndi yenə də texnoloji məhsulun həyat dövründən də, ümumiyyətlə məhsulun həyat dövründən də bilirsiniz ki, innovatorları və adaptasiya olunanlar var, erkən əksəriyyət. Ondan sonra gecikmiş əksəriyyət və s. bunları qoyuram bir kənarada. İndi biraz nəzəri dildə danışıb insanları çaşdırmaq istəmirəm. İnnovatorlar bəlli bir həcmdə reaksiya verirlər, düzdürmü? Bu influencer dediyimiz insanlarda görürsünüz, bu reklamların, daha doğrusu kommunikasiyanın ardıcılığını hiss edirsiniz. İstənilən bir yeni bir şey gələndə birinci növbədə təbii ki, influencerlar o adaptasiya olunan, erkən adaptasiya olunanlar olaraq öndə olurlar. Yəni, markalar da ötürürlər influencerlara maksimum ki, yaysınlar bunu. Əsas məsələ bu erkən əksəriyyət tipli auditoriya keçirməkdir bunu. Yəni, bu influencerdən bir yerə qədərdir. Bax, orada uçurumu aşırsansa, bu həmin o məhsulun, həmin o markanın, modelin mi deyim,
xüsusi spesifikasiyada gələn məhsullarında bu elektrikli avtomobil nəzərdə tutulmasında bu yetkinlik dövrünə sağlam qədəm qoya bilirsə və həmin yetkinlik dövründə qalxışı belə deyək, erkən yetkinlik dövründə yüksəlişi saxlamaq üçün model hər yeni model, düzdürmü? Yeniləndikcə, hər yeni model gəldikcə o yüksəlişi saxlaya bilirsə, əldə elədiyi etibar, yenidən yaratdığı tələblə və s. Onda marka təbii ki, yan təsirlərə çox da həssas olmur. Amma qeyd elədiyim kimi, əgər bu fazanı sən məntiqli şəkildə, adekvat şəkildə keçirdə bilmirsənsə, bazara salanda məhsulu və qiymətlə daha çox qürrələnirsənsə, o qiymət bir yerə qədərdir. Yəni, bazarın şərtləri dəyişdikcə sən o dalğalanmaya məruz qalacaqsan. Belə bir sual verim, yaxşı. Avtomobil sahəsində marketinq mütəxəssisləri ilə, yəni marketinqdəki çalışan şəxslərlə satışdakı əməkdaşlar arasında ən çox konflikt nəyin üstündə yarana bilir? Reallıq və qeyri-reallıq. Satıcı deyir ki, sən müştərini tanımırsan, o məndən danışır. Bilirsiniz, biz hər zaman dəyişməyə çalışırıq. Satıcı isə... Satış mütəxəssisi deyək də xətirlərinə dəyməz. Satış mütəxəssisi isə istəyir ki, alıcının arzularını yerinə yetirsin. Biz isə alıcının arzularını dəyişməyə çalışırıq. Marketinq dəyişməyə çalışır, onlar isə onların arzularını reallaşdırmağa. Çünki bu almaq istəyirdi X bir marka, biz isə bunu dəyişmək istəyirik, nə bilim, Y bir marka vermək istəyirik. Satış mütəxəssisi istəyir ki, o sözü deyə bilmirəm. Yaxşı, satıcılar. Mütəxəssisi, okey. Satış mütəxəssisi isə deyir ki, mən müştəri nə istəyirsə onu tapıb ona verməliyəm. Biz isə deyirik ki, biz burada ona görə oturmuşuq ki, müştəri bizim dediyimizi alsın. Bax, bizim ən çox problem orada yaranır. Biraz qəddar səslənir, bizim dediyimizi alsın. Bizim zaten işimiz qəddar deyil, Şəbnəm xanım. Mən elə düşünmürəm o qədər də, amma yəni oradan orta xətt keçməli. Mənim arzularımda başqa bir söhbət. Yəni gəl məsəl üçün mən avtomobil idarə edən biri kimi deyim də sizə. Düzdür? Mən markaya gəlirəm. Mənim idarə etdiyim marka artıq 14 ildə, 15 ildə eyni markadır. Bu söhbət orada arzulardan getmir. Yəni bu mənim arzular bir markanı idarə edirəm. Baxın, neçə dənə marka hal-hazırda qəddarcasına sizi qazanmaq istəyir. Yox, heç kim də qazanmır. O artıq onların problemidir. Heç kim də eləmək istəmir. O artıq onların problemidir. Yox, mən sadiq qalan müştərilərdənəm elə məsələlər. Yəni problemsiz 13 il bir avtomobil idarə eləmişəm. Özdə hamı görənlər də bilir, çox minimal balaca A segmentli olan avtomobili də, hətta adı da idi, B idi əslində, amma AB arası gedirdi. Yəni heç kifayət qədər məni fikrimdən daşındırmaq, mən elə bilirəm ki, qəddar olar, yəni. Mən Marat bəyin fikrinə biraz bu tərəfdə deyim, bəlkə də o ifadə başqa cür əslində. Əminəm ki, o fikri necə qeyd eləmək istəyirdi Marat bəy, başqa cübəkdə səslənməlidir, səslənə bilərdi. Amma bilirəm, niyə elə dediniz, anlayıram sizi. Bizim ümumiyyətlə fəaliyyətimiz insan fokusludur. Yəni, insanın ehtiyacını başa düşürük, anlamağa çalışırıq. Onun o ehtiyacından doğan hansısa bir problemin həllinə həll axtarıb tapmağa və onu təmin eləməyə çalışırıq. Yəni, marketinq işi budur. Amma bəzən də olur ki, bu istər-istəməz biznes tərəfdə olanda, yəni mən məsələn, təbii ki, alıcımın, müştərimin yanındayam. Əslində, çox müqəddəs iş görürük, mən deyərdim. Yəni, bugün hər şey bu bizim istifadə elədiyimiz markalardır, ya nə bilim, məhsullardır. Yəni, həyatımızın yaxşılaşması üçün çox şey çıxıb ortalığa, düzdürmü? Demək ki, burada marketinqin böyük əməyi var. Yəni, görünən tərəfidir. Görünən tərəfidir. Mən deyərdim, elə ümumiyyətlə, niyə belədir? Əsas prinsipdir, belə deyək. Yəni, amma bəzən də bizim qarşımızda yeni belə çağırışlar dayanır. Biz, bəzən müştərimiz 3 il sonra ona nə lazım olacaq, onu duymur. Fikrimi çatdıra bildim. Amma bunu bizneslər duymağa çalışır. Bizneslər bunu konseptləşdirməyə çalışır. Yəni, dolayısıyla yenilik üçün tələb yaradır müştəridə. Fikrimi çatdıra bildim. Biri var, təbii olaraq tələb var. Məsələn, dünənə qədər siz sabah indi uçan taksilər gələcəkdir. Məsələn deyirəm də, düzdürmü? İndi gələcəkdir, mən inanıram buna ki, uçan taksi də olacaq. Amma bugün siz durub təbii olaraq buna tələb
iddia edə bilmirsiniz axı, düzdürmü? Yəni müştərinin davranışına o yöndə dəyişmirsiniz. Bəli, bazarı marketinq dəstək olur biznesi, bazarı dəyişməyə və müştəriyə də niyə yeni tələb? Yəni niyə bəy deyir ki, bir növ diktə etmək kimi çıxdı bu? Bunu diktə etmək kimi yox, amma yeni tələblə daha yaxşı həyat gətiririk sizə. Bu başqa bir məsələdir. Kim satırlar? Mən də razıyam bu məsələdə. Bir ilk şillərini satıcı alır alıcıdan. Hə, orada da razıyam. Bu məsələdə razıyam. Amma o diktə etmək kimi, çünki müəllimin dediyi məsələ var da, bu müştərinin tələb etdiyi ehtiyacı var, bir müəyyən ehtiyacı var. Bu 4 təkan üstündə getmək istəyir. İndi görmədiyi bir tələb var və ya ehtiyacı var ki, onu hiss edəndə, görəndə və ya təcrübəni ilk dəfə dənəmə edəndə o tələb onda yaranır ki, hə, doğrudan da buna da ehtiyacım var imiş. Bu da olsun. Fikrimi çatdıra bildim. Yəni anlayıram. Amma yenə də orada müəyyən bir şey. Mən də razıyam bu məsələdə. Söz onda deyil. Amma demək istədiyim, vurğulamaq istədiyim məqam bilirsiniz necədir? Misal üçün düzdür, bu avtomobil heç bir şeylə müqayisə edilmir də. Yəni bunun həcmi, məbləği böyük bir şeydir. Yəni bu şey deyil də, kofe shopda çox cüzi bir fərqlə karamel sirop istəyirsiniz deyə bir şey deyil ki, deyəsən ki, hə olsun, bir 10 da əlavə, 10 da gəlir 4 manatlıq kofe olur 15 manatlıq kofe. Bu o deyil. Amma yenə də bu müştərinin özü, bu siz nəyə görə bunun mübarizəsini aparıram? Çox zaman marketinqi manipulyasiya ilə şey eləyirlər, qarışdırırlar. Manipulyasiya da biraz neqativ. Hə, manipulyasiya da biraz neqativdir. Yəni siz bizi idarə edirsiniz, biz nə alacaq deyə. Yox. Söhbət orada sizi idarə etməkdən getmir. Mən əminəm ki, Marat bəyin demək istədiyi də o ki, manipulyasiya daha çox şişirdilmiş idarə etmədir. Yəni də hə məsəl üçün bu əladır. Yox, bu yox. Bu bundan qəşəngi yoxdur deyib o yəni keyfiyyətsiz məhsulu belə keyfiyyətli şəkildə satmaqdan gedir də. Amma bunu biraz daha onu satıcı eləyə bilir. Satıcı eləyir. Hə, satıcı eləyə bilir yəni. Bax, o satış mütəxəssisi yox, satıcılar eləyir. Hətta bəzən belə bir məqam da var. Zaten bu araşdırmalar da deyir ki, satıcının bilərəkdən və ya bilmərəkdən elədiyi belə bir davranış köklü markaların nüfuzunu kifayət qədər zədələyib. Yəni təcrübədə kifayət qədər belə misalları var. Orada da işin kökündə bonus dayanır. Adam deyir ki, nə olur olsun satın. Amma olur da, belə də olur. Əlbəttə, razıyam bu məsələ. Ona görə biraz açmaq istəyirəm. Siz mənim fikrimi izah elədiniz. Mən öz fikrimi izah eləyim. Elon deyim ki, sizə söz ötürürəm. Buyurun. Mən izah eləyim nə demək istədiyimi. Deməli, real case üzərindən danışıram. Hal-hazırda fəaliyyət göstərdiyim şirkətə 5 il bundan öncə bir marka gəldi və bundan öncə də buna bənzər qlobalda da bir marka var idi və bu Azərbaycanda bizdən qabaq var idi. Biz onlara rəqib gəlirdik. Onlar bizim tək rəqibimiz idi. Məhsul nə idi? Məhsul belə deyim, avtomobil qatqıları idi. Qatqılar. Hə, bildim hansı qatqıdan söhbət gedir. Və o qatqılar müəyyən bir formada bizdən öncə müəyyən bir o qatqı davranışlarını sürücüdə yaratmışdı. Amma çox böyük bir bazar boşluğu var idi burada. Və biz bu qatqıları araşdıranda Bardaqlı deyirsiniz. Bəli, Bardaqlı deyirəm və biz bu qatqıları araşdıranda, bazarı araşdıranda baxdıq ki, bizim markaya uyğun yalnız bir marka var. Onlar isə bu işi, yəni portfolyolarında 3-4 marka üzərindən görə biliblər ancaq. Yəni çox iş görə bilməyiblər. Yəni 3-4 məhsul üzərindən daha doğrusu görə biliblər və heç bir test, heç bir yoxlanış, heç bir nəticə yoxdur. Məhsulu qoyublar qarşılarına və deyiblər ki, sən bunu əlavə edəcəksən maşına, maşın uçacaq. Amma baxın, mən bunu əlavə edirəm avtomobilimə, bu uçur. Onu göstərən olmayıb. Aha. Kim ki istifadə edib, effekt görüb, məsələn, əlim istifadə edib, effekt görüb, mənə deyib, mən istifadə eləmişəm. Amma belə deyim də, aqressiv şəkildə bazara giriş olmayıb bu mövzuda. Və biz oturduq, fikirləşdik ki, biz nə etməliyik? Test eləməliyik. Bunu bir neçə dəfə podkastlarda danışmışam. Bir məhsul var idi, hansı ki o məhsul üzərindən avtomobil yağsız belə çalışa bilirdi. Biz deyirik ki, avtomobilin qanı yağdır. Yəni bu olmadısa mühərrik dayanacaq, mühərrik dayanırsa avtomobil avtomatik olaraq, təbii olaraq dayanır. Belə bir test etdik, amma düşündük ki, bu testi biz canlı yayımla etməliyik. Nə etsək, mən onlara Mız Productionlar deyirəm. O Mız Productionlar deyəcəklər ki, yox, montaj idi, bu idi, o idi, yox. Instagramda canlı yayım açırıq, Facebookda canlı yayım açırıq, YouTube'da canlı yayım açırıq. Avtomobildə mühərrikin bütün yağını boşaldırıq, bizim məhsulu əlavə edirik, 20 dəqiqə çalışdırırıq, onu da buraxırıq və 140 kilometr avtomobili sürürük, özü də Bakı şəhər daxilində.
Həmin vaxtı bizim canlı yayımı 2000-ə yaxın insan izləyirdi. O səhifədəki paylaşımım gedirdi. Orada 2000 izləyici eyni anda heç vaxt izləməmişdi heç bir kontenti. Biz o məhsulu təbliğ edəndə o məhsuldan cəmi bizim ambarda bir qutu idi. Bəli. Və biz qlobala belə bu haqda müraciət etməmişdik ki, biz belə bir iş görmək istəyirik. Risk deyilmi? Əslində riskdir. Amma biz bilirdik ki, bunun öhdəsindən gələcəyik. Və gəldik də. Alternativ bir testin görmüşdünüzmü məsələn qlobalda? Bəli, 1 milyon da sürmüşdü. Daha doğrusu üzr istəyirəm, 1000 kilometrdə sürmüşdü. Deməli əminlik var idi, risk hardasa orada kompensasiya. Məhz o kontenti biz özümüzdən də çıxartmamışdıq. Yox, mən demək istədiyim risk əsasında ambarda bir məhsul var, amma bu qədər reklam edilir. Onu Yox, bu zaten elan eləməyib ki, bu dəqiqə bunu satıram. Testə gətirir. Sadəcə test üçün. Adətən bir sirr də deyim ki, avtomobil bazarında bu кейsi bir neçə dəfə məcburiyyətdən, bir neçə dəfə də bilərəkdən istifadə etmişəm və bu çox uğurlu keysdir avtomobil segmentində, sektorunda. Səndə bu var, bu əladır, çatdırdım, ambarda yoxdur. Siz baxsaz bu gün avtomobil sektorunda salonlar hamısı sifarişlə çalışır. Hə, o da düzdür. Ən flaqman modelləri zəng edirsiniz, yoxdur onlarda heç. Düzdür. Yəni bu biraz avtomobil sektorunda bizə düzdür, bunu əslində bilərəkdən etməmişdik, amma bu bizə əngəl də deyildi ki, bundan bir qutudan ambarda. İndi mən nəyi nəzərdə tuturam? Nəticə necə oldu? Mənə Nəticə nədən ibarətdir? Nəticə ondan ibarətdir ki, o segmentdə, o qatqıdan Azərbaycanda ən çox satan bizik hələ də ölçürəm. Hətta digər bir markada bu məhsul demək olar ki, hal-hazırda ən az satılan məhsullardandır ki, vaxtında ən çox satılan məhsullardan idi. Və biz o liderliyi qoruyuruq. Bizdən sonra o Çin avtomobilləri kimi bir neçə türk markaları, rus markaları oxşar şeylər istehsal etməyə başladılar. Buradan sifarişlər getdi, gəldi, yanacaq doldurma məntəqələrinə dağıdıldı ki, mən öncədən dedim ki, yanacaq doldurma məntəqələrində mənim məhsulum olmayacaq. Buna həm qlobala bildirdim, qlobal hər dəfə məlumat verirdi ki, olmalıdır, deyirdim bizdə yanacaq doldurma məntəqələri tamam başqa cür işləyir, alıcı davranışı tamam başqadır bu tip məhsullara, olmaz orada onu satmaq. Mütləq onu mütəxəssisin əlində olmalıdır o məhsul ki, izah eləsin ki, bunun istifadə qaydası budur. Amma yanacaq doldurma məntəqəsində operator 3 gündən bir maksimum 3 aydan bir dəyişən bir şeydir. O bu məhsul haqqında məlumatsızdır. Bax o satış mütəxəssisi orada lazımdır bizə. Amma orada isə satıcılardır deyə bu məhsulu satmağa mütəxəssis lazımdır. Bəli. Və belə deyim ki, biz bax burada aqressiv şəkildə müştəriyə izah etdik ki, maarifləndirdilər müştəriləri. Müştəriyə izah etdik ki, bu lazımdır sənə. Ona qədər isə satıcı gəlib deyirdi ki, bunu istəmir, onu istəyir. Bax, aqressiv izah bunu demək istəyirəm. Müştərini idarə etmək bunu demək istəyirəm və mən sizə bir model marka deyim. Yəni tələb yaratdı bazarda yeni girən məhsula, maarifləndirdi. Və bilmirəm icazə var model marka adı çəkməyə. Var. Hyundai Sonatalar var idi. 2, 4 və 2 mühərriklər. Bəlkə də əlim xatırlayar. O avtomobillərin mühərrikləri 200 mindən sonra vururdu. Yağ nasosu dayanırdı. Yağ çatmırdı mühərrikə və avtomobil mühərriki vururdu. Bu avtomobilin bundan başqa problemi yox. Ona xəstəlik adı çıxmış. Xəstəlik ki, bu avtomobillərdə hətta bəzi sürücülər 100 mində, 150 mində o yağ nasosu çalışa-çalışa onu dəyişirdilər. Ki, bu 200 mində dayanacaq. Xəstəlik. Məhz bizim mən indi dediyim o məhsul o problemi demək olar ki, tamamilə aradan qaldırdı. O avtomobillər hal-hazırda şütür və siz hansı sürücüdən soruşsanız deyəcək o problem yoxdur məndə. Biz bunu dəfələrlə radio vasitəsilə də, kütləvi informasiya vasitəsi ilə də təbliğatını edəndə və altdan o imzanı çəkmişik ki, bax, gəlin bir şeyin fərqinə vardıraq, bu model markada artıq bu problemi görmürsünüz, düzdürmü? Bəli. Və mən sizə deyim ki, Avropadakı olan mütəxəssislər daha aqressiv edirlər bunu. Biz o qlobaldan o nümayəndəni Azərbaycana dəvət edəndə, o adam o məhsulu belə parmağını saldı o məhsulun içinə və yedi o məhsulu, daddı o məhsulu. Və burada çox adam onu etməzdi. İndi mən belə deyim də, satıcı davranışlarını, daha doğrusu alıcı davranışlarını aqressiv dəyişmək, yəni
o yönünü dəyişmək, bax bunu deyərək nəzərdə tuturam, əslində bu çox çətindir. Bunu edən düşünürəm ki, marketinq mütəxəssisi, marketinq komandası əjdahadır. Hansı ki, o müştərini bu məhsuldan ona faydalı olan digər bir məhsula dəyişə bilir. Ona faydalı olan digər məhsul. Vərdiş. Bəli, təbii ki, yəni onsuz da əgər faydasız bir məhsulu belə reklam edən və faydalı məhsuldan müştərinin üzünü faydasız məhsula döndərən bir mütəxəssis heç vaxt mikrofon qarşısında bunu səmimi şəkildə etiraf eləməz ki, mən bu işlə məşğulam. Yəni məsələ bundan ibarətdir ki, məhz o formada alıcının davranışlarını dəyişə bilirik, yəni. Biz sosial şəbəkədə çox belə paradoksal şeydir. Bir dəfə mütəxəssislərin birindən sezdim kimlərsə hansısa bir yazı idi, altına bu sahədən olanda, marketinqdən olan insanlardan kimsə yazdı ki, marketinqdə deyir, mənim ən çox bəyəndiyim deyir, onun tərəfi deyir, manipulyasiyadır. Belə qaldım ki, yaxşı da, mütəxəssis sən nətər deyə bilərsən öz işə ki, sən manipulyatorsan da. Bizim işimiz manipulyasiya deyil. Yəni, əslində, bayaq qeyd eləmək, insan odaqlı, insan fokuslu olduğumuza, müştəri odaqlı olduğumuza görə onun problemini ən yaxşı həll edəcək həllə tələb yaradırıq onda. Məhz o zaman qol vurmuş oluruq da əslində. Təbii. Artıq maşallah uzun müddətdir danışırıq. Mən sizin də suallar. Məncə biz bu sahə üzrə bir dəfə də görüşərik. Biraz daha geniş bir görüş eləyəcəm bu sahədə. Maraqlı bir görüş eləyəcəm, amma hələ ki son bir dənə sual vermək istəyirəm. Sonra sizdən bir dənə xahişim olacaq. olacaq. Bitdi verilişimiz. 50 dəqiqədə danışırıq. Ay maşallah. Heç 50 sual dediyinə görə 50 bilmirəm. İndi yalan geçə sual deyir. heç hiss etmədim. Vüsal harasa tələsəndə mən 10 dəqiqə 10 dəqiqə dəqiqə atır qabağa. çay dəmləmək idi. Yox müəllim, xeyr. Elə idi Vüsal. Yox, da studiya ilə də danışırıq da müəllim. Belə bir sual vermək istəyirəm. Hər ikiniz də bəy olaraq cavab verəsiniz. Niyə bəylər, kişilər avtomobillərini hər şeydən çox sevirlər? Bu sual zəhmət olmasa, həyatlarında heç nəyə bu qədər səliqə ilə yanaşmırlar, nəinki avtomobillərlə. Maraqlıdır bu psixologiya. Bütün kişilərə məncə aid deyil. Məncə hamısına aid. Vallahi hamısına aid. Mən avtomobili sevmirəm şəxsən. Avtomobilin qapısını bərk örtən kimi elə bir ki, belə bir nifrət oyadırlar sənə qarşı. Nə bilim, ayaqqabı ilə kimi belə baxırlar, bir ki, ayaqlar. Yəni peşmansan da avtomobil. Yox, məncə o tək avtomobillərin xarakterdən asılıdır, düzdür. Təsadüf odur ki, eyni qaydada mən də eləyəm. Yaxşı, bu sualın cavabını tapa bilmədim. Mən ən son avtomobilimə vaxt ayırıram. Nə qədər avtomobil sektorunda olsam da, ən son avtomobilimə vaxt ayırıram. Sadəcə nəqliyyat vasitəsidir. Həyecanlanmadığım markanı əldə eləməyənə qədər belə olacaq. O bəlkə də ondan. Bəli. Açar söz buymuş ki, həyecanlandığım markaya qədər. Əla, təşəkkür edirəm. Bəlkə ilk avtomobildə elə olur, hə. Bilmirəm, yəni əhatəndə olan... O məncə xanımlarda da eyni oldu. İlk avtomobilində çox həssas olur. İlk davranış olanda bu psixoloji təsirdir. İkincidə əksinə həssas yanaşırdım. Xahiş edirəm təmiz saxla. Heç bir dökməsin. Amma ilk 13 ildir sürdüyüm avtomobil heç bir həssaslığım olmayıb. Daha hamı əksinə dedi. Yazıq deyil o, özü balacaydı dedi. İstənilən əldə edilən texnoloji yeni məhsul deyək də. Yəni bu belə bir ifadə də var, hətta deyirlər ki, məhsul deyir, birinci günü istifadədən sonra bəlli faiz dəyərini itirir artıq. Yəni, məsələn, tutaq ki, biz çox bahalı bir telefon alırıq, birinci gün qutunu açana qədər, qutunu açdıq, əlimizi aldıq, səhəri gün o hansısa bir divanın üstündədir artıq. Kimsə atıra bildim, yəni ona görə. İlk alanda daha doğma olur, daha əziz olur. Və Marat bəy, buraxılışımızın sonunda sizdən bir xahişimiz olacaq. Biz bilirik ki, sizin yaradıcı tərəfiniz də var və dinləyirik də. Eyni zamanda düzdür, canlı dinləmək hələ qismət olmur, inşallah o da olar. Amma istəyərdim ki, elə burada sizi o deyir canlı dinləmək. Balaca bir ilk olaraq. Marketing Talks'da da ilk olsun da. Gəlin bir söz deyim. Mən o qalxdıydı da deyəsən gölün kənarında oxuyurdu, onu dinlədim. Hacıkənddə. Hacıkənddə idi o. Hacıkənddə. İndi burada bir göl şəraiti yaradamayacaq, amma süni intellektlə yarada bilər Vüsal. Hər bir belə deyim də, mən düşünürəm ki, o özümüzü brendə çevirmə qaydalarımız var da. Sizdə də var, yeri gəlmişkən. Hə, mala qatmayaq. Baxın, əlim. Mənim xahişimi yerə saldım. Yox, o elə salmadı ki, mən bilirəm ki, o dəvət eləyəcək. Hansısa bir çıxışına dəvət eləyəcək bizə. Mütləq. Yaxşı, onda keçə bilərəm. Mən bu sahəyə gələndə düşündüm ki, təsəvvür edin, mənim çalışdığım çox ciddi bir şirkət rəhbərləri var və bəlkə də heç onlar ümumiyyətlə musiqi dinləmirlər. Bəlkə də hansısa bir məclisdə musiqi səslənəndə durub çıxırlar və daha ciddi söhbətlərlə məşğuldurlar. Və birdən başlarını qaldıracaqlar və baxacaqlar ki, bir dəqiqə, yəni biz
bu adam tanıyırıq, bu adam bizlə çalışır, bu adam ifaçıdır. Bütün riskləri üz üzərimə götürdüm əslində. Yalnız bir qayda qoydum özümə ki, əgər mən marketinqdən danışacağamsa, orada ifa etməyəcəyəm. Gəldi bəxtimə düşdü. İfa edəcəyəmsə, orada marketinqdən danışmayacağam. Çünki həqiqətən də tam ayrı-ayrı bir sahələrdir Şəbnəm xanım. Ayrı-ayrı dünyalardır və düşünürəm ki, əgər mənim ifamı izləmək istəyirlərsə, ilk musiqimi buraxdım, yəqin ki, izlədiniz. YouTube paylaşmışdınız. Səni görəndə Əli müəllimin şərhini oxudum orada. Çox sağ olun, təşəkkür edirəm dəyərli şərhə görə. Və YouTube-dan izləyə bilər əslində Marat Namazov səni görəndə yazsa, kifayət qədər bahalı məbləğə də bir klip çəkdik. Siz oxumadınız, amma mən onun linkini bura yerləşdirəcəm. Asarsınız. Təşəkkür edirəm. Bəlkə də oxusaydım yerləşdirməzdiniz. Yaxşı, yaxşı. Eyb yox. Mən çox pis insan deyiləm. Elə qələmə verməyin, elə qələmə verin. Vallahi pis insan deyiləm. Adım çıxıb sadəcə olaraq ki, çox egoludur. Vallahi elə deyiləm. Çox təşəkkür edirəm. Çox Mən sağ olun. təşəkkür Gəldiniz, edirəm. dəyər qatdınız. Yəni həqiqətən də səmimi bir söhbət oldu, səmimi ortam oldu və bunu hər qonaqla yaşamaq olmur. O bəzi qonaqlar var ki, çəkinə-çəkinə sual verirsən və yaxud da ki, sən ki, yox da ehtiyat edirsən, amma sizinlə tam səmimi şəkildə söhbət edim. Bəlkə də ortaq dəyər olan dostlarımız var. Onların sayəsində ki, bilirəm ki, onlarla Vüsal var, Aysel var. Vüsal məni artıq ikinci eyni mövzuda podkastda çəkir. Yəni bilirəm ki, o deyir mənim dostlarımın dostları hər zaman eyni şəkildə dostumuzdur. Çox təşəkkür edirəm gəldiyinizə görə, dəyər qatdığınıza görə. Təşəkkür edirəm dəvət etdiyinizə görə. Əslində Marketing Talks-un ilk buraxılışlarından izləyirəm. O nə gözəl. Və nə yalan deyim ki, burada iştirak etmək istəyim olub və sözün düzü növbəmi gözləyirdim. Və bizim tanışlığımız Əli müəllimlə B2B marketinq forumunda oldu və mənim Tərlan üçün bəyə salam. Bəli, buradan salamlar Tərlan bəyə təşəkkür edirik orada dəvət üçün. Və oradan çıxanda öz-özümə fikirləşdim ki, mən nə qazandım? Tam səmimi deyəcəm bunu. Düşündüm ki, aha, mən Marketing Talks-a dəvət qazandım. Mən Əli müəllimin rəğbətini qazandım. Digər qazandıqlarımı zaman-zaman görəcəm, amma mən hər zaman bu sahənin müəllimlərinə çox böyük hörmət edirəm və məndən bu sahədə hardan öyrənə bilərəm deyəndə çox təəssüflər olsun ki, get universitet bitir deyə bilmirəm, amma get Əli müəllimin yanına, orada sən daha çox öyrənəcəksən deyə bilirəm və qısa zamanda ən çox məsələ budur. Yəni mən 4 il vaxt itirmirəm. Bir ilə ürəyim istəyən formaya gəlib çıxa biləcəm. Yəni xəyal etdiyim bir formaya Əli müəllimdən gəlib çıxa biləcəm deyirəm və Əli müəllimin yanına göndərirəm. Yəni o məni tanımırdı, amma mən onun yanına tələbələr göndərirdim. Çox sağ olun, çox sağ olun, çox minnətdaram sizə. Vüsal, zəhmət olmasa növbəti 3 verilişə Marat bəy. Ya bezdirici olmaz. Çox sağ olun Marat bəy. Həqiqətən də doğrudan sizin adınızı qeyd eləmişdim. Hətta əhatəmdə olan kifayət qədər insan var idi. Səsim müəllim təşəkkür edirəm. Amma doğrudan mən çox şanslıyam. Məsəl üçün mən Əli müəllimlə birgə işləyirəm. Bu məsələdə həmişə deyirəm də, vallahi şans məsələsi. Mənim marketinqə gəlməmin də səbəbi elə Əli müəllimin özü olubdu. Bu gün Əli müəllimin yaradıcılıq gecəsidir. Çox təşəkkür edirəm. Dediyim kimi dediyim kimi əslində vallahi çox sağ olun, biraz çox narahat oldum açıqçası. Yox, niyə narahat olursunuz? Sözün düzü budur da. İşimizi görürük əslində. Vallahi işimizi görürük. Mənim biri var ki, bilmək, yox, bu başqa bir şeydir də. Yəni mən bu məsələdə mənim deyir o ağzımın şeyi yoxdur, dilimin ayarı yoxdur da, deyəcəm də. Biri var bilmək, hamı bilə bilər, hamı öz sahəsindən peşəkar ola bilər, amma paylaşmağı hər kəs bacarmır və istəmir. Bu başqa bir mövzudur. Sizdə bu istək əvvəlcədən olub hər zaman. Bildiyiniz hər şeyi həmin dəqiqə hər kəslə paylaşırsınız. Bu çox dəyərli bir şeydir. Yəni bu sadəcə bir sahənin peşəkarı olmaq deyil də, bu daha üstün bir şeydir. Mənim şəxsi fikrimə görə. Çox sağ olun. Təşəkkür edirəm. Daha bitirək. Hətta mən bir dənə sonda bir dənə ifadə işlədəcəm. Bir dəfə qəribə bir sual verdilər ki, siz narahat deyilsiniz, biliklərinizi paylaşırsınız. Yəni rəqabət yaradırsınız da əslində başqaları ilə. Dedim, qab deyirəm, əgər doludursa, o boşalacağından narahat olmur heç vaxt. Tamam. Mən öz komandama, mən də bu formada bitirim. Öz komandama hər zaman sıfırdan əməkdaş götürmüşəm. Bizim şirkətin qaynar xəttində yalnız xanımlar çalışır və siz təsəvvür edin ki, onlar bir sürücüyə əyləc bəndi də təyin edirlər,
Qəşəng. Mühərrik yağı da təyin edirlər, sürətlər qutusu, bütün mayələri də təyin edirlər, akkumulyator təyin edirlər, təkər təyin edirlər və digər kateqoriyalar, ehtiyatçıların təyin edirlər və hər zaman mənim dostlarım bizim qaynar xəttə zəng gələndə onlar şoka düşürlər ki, yəni bu adamları hardan, bu qadınlar hardandır səndə? Və o qadınların indi də maşınları, avtomobilləri yoxdur o xanımların, amma onlar avtomobil haqqında hər şey bilirlər. Hətta onların ətrafında olan qohumlar, yəni kişi qohumları zəng edib onlardan ehtiyat hissəsi soruşur. Mənim avtomobilimə hansı əyləc bəndi gedir, o xanım onun koduna qədər deyir. Çünki mən sıfırdan götürürəm. Bilən adamla işləmək çox çətindir mənim üçün. Amma sıfırdan mənim yönətdiyim insanlar, mən bilirəm onlar nəyi bilir, nəyi bilmir. Bəzən Azərbaycanda çox çətindir o bilən insanın yanlış bilgisini sındırmaq. Yəni artıq bu yolla gedəcəksən. O bələd olduğu bədbəxtliyi keçir, nəinki bələd olmadığı xoşbəxtliyi. Ona görə də mən də A-dan Z-yə hər zaman sıfırdan əməkdaş götürürəm və onu təlimləndirirəm və mənim məktəbim edirəm. Ona görə bizim komandadakı əməkdaşlar 4 ildir, 5 ildir yalnız mənlə çalışırlar. Çünki burada öyrəniblər, burada onlara işləmək rahatdır. Əla, əla. Bəli, buraxılışımızın sonuna yaxın bir daha Oba Marketlər şəbəkəsinə təşəkkür etmək istəyirəm ki, bizi həm suyla, həm çayla təmin etdilər və eyni zamanda onların biznes kartları var. Bu kartla bağlı da ətraflı yazacağım. Çox faydalı bir kartdır. Sahibkarlar üçün çox önəmlidir, iş yerlərinin sahibləri üçün. Hətta siz bunu eyni zamanda xeyriyyə məqsədilə də istifadə edə bilərsiniz. Hansısa bir bölgədə yaşayan bir şəxsə göndərərək, onun alış-veriş məbləğini təyin eləyərək Oba Marketlər şəbəkəsindən alış-veriş etməsini belə təmin edə bilərsiniz. Yəni çox kifayət qədər. Hətta bunu əməkdaşlarına da təqdim eləyə bilərlər həmin marketlər şəbəkəsindən əldə elədikdən sonra. Mən eyni zamanda bizim tərəfdaşımız olan, yəni biz bunu tamamilə təmənnasız şəkildə eləyirik və eyni şəkildə də parlaq imzalara təşəkkür eləmək istəyirəm. Çünki bizim Nurman bəy bizim qonağımız oldu. Onunla söhbətdən sonra istədik ki, ölkədə kitab oxuyanların sayı heç olmasa 0,00 nə bilim %1% belə bizim payımız olarsa nə gözəl və hər sonuncu buraxılışdan şərh yazanlar arasından hədiyyə verəcəyimiz şəxsləri seçirik. Ötən dəfə Günarə xanıma söz verdim, onunla da görüşəcəm. Görüşümüzdən əgər icazəsi olarsa mütləq fotonu paylaşacağam və bu dəfə də 80-ci buraxılışdan bizə şərh yazanlar arasında baxdım. Xoşuma gələn şərh bizim tələbəmizdir əslində, amma mən yenə də seçəcəm, çünki çox xoşuma gəldi. Yazdı, ilahi, axır ki. Nurlan bəyə istəyirəm ki, kitab hədiyyəsi verək. Mən burada əlimdə Anton Çexovu göstərirəm, amma siz hansı kitab istəsəniz deyin, mən parlaq imzalardan onu əldə eləyəcəm. Nurlan bəy, çox sağ olun şərh yazdığınıza görə. Eyni zamanda tək Nurlan bəy yox, burada şərh yazan, indi tək-tək adlarını çəkmirəm. Hər kəsə təşəkkür edirəm. Çox sağ olun. Sağ olun.